Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademiyanın təlimçisi Ramizə Alışova. Bugünkü sual izahımız imtahan tipli sınaq 2-nin izahı olacaq. İndi isə keçirik sualların izahına. 31 nömrəli sualdan başlayırıq. 6-cı sinif şagirdləri arasında olimpiyadaya gedən 40 şagirddən 18-i riyaziyyat üzrə, 15-i informatika üzrə gedib. 5 nəfər isə heç bir olimpiyadaya getməyib. Hər iki olimpiyadaya gedən neçə şagird var? Yəni, hər ikisinə gedən şagirdlərin sayını istəyirsə bizdən, ilkin növbədə biz hər ikisinə gedənlərin sayını, yəni, ümumi 5 nəfər heç bir olimpiyadaya getməyib. Biz ümumi 40 şagirddən bu getməyən 5 şagirdi çıxırıq. Yerdə qalır 35 nəfər ümumi olimpiyadaya şagird gedib. Bunun 18-i riyaziyyat üzrə gedib, 15-i isə informatika üzrə gedib. Biz bunları toplayırıq, 18 ilə 15-i toplayırıq. Edir neçə? 33. Bərabər edir 33. Və ümumi olimpiyadaya gedən şagirdlərimiz 35 dənədir. 33-ü həm riyaziyyat üzrə, həm informatika üzərinə gedibsə, hər ikisinə gedən, yəni 35-dən 33-ü çıxsaq, yerdə qalacaq 2, yəni ikisi hər ikisində iştirak edəcək. Keçirik indi isə ikinci sualımıza, yəni 32-ci sualımıza. 32-ci sualda bizə deyir ki, düzbucaqlı formalı stadionun uzunluğu 18 metr, eni isə uzunluğunun 2/1 hissəsi qədərdir. Bu stadionun ətrafı boyunca hər 6 metrdən bir dirək bastırıldı. Stadionun ətrafına neçə dirək bastırıldı? Baxırıq ki, düzbucaqlı formalı stadionun uzunluğu 18 metrdir. Uzunluq 18 metrdir, eni isə 2/1 hissəsi, yəni 18-in 2/1-ini tapırıq ki, 9 santimetrdir. 9 metrdir, daha doğrusu biz birinci ümumi perimetri tapırıq. Çünki yəni stadionun ətrafı boyu 6 metrdən bir dirək bastırıbsa, biz bunların eni ilə uzunluğunu toplayıb 2-yə vurub perimetri tapmalıyıq. Perimetri tapırıq ki, 18 ilə 9-u toplasaq edər 27, 2-yə vursaq edər 54. Və 54 də 6 metrdən biz qapalı məkanda ağacların aralarını, yəni neçə ağac əkilibsə, biz onları tapmaq üçün verilən aralarındakı məsafənin ədədi qiymətinə bölürük. 54-ü 6-ya bölsək cavab düşər 9. Yəni, ümumilikdə 9 dirək bastırılmış olacaq. İndi isə keçirik 33-cü sualın izahına. 33-cü sualda bizə deyir ki, Nuray qələminin 7-dən 3 hissəsini dostuna, qalan qələmin yarısını bacısına verdi. Nurayın 16 qələmi qaldısa, əvvəlcə Nurayın neçə qələmi var idi? Demək, uşaqlar, bu yarısını verib bacısına, özündə 16 qalıbsa, demək, bunu 16-nı biz, 16-nın üzərinə 16 da gələ bilərik, 16-nı 2-yə də vuraq. Çünki yarısını bacısına verib. Demək, əvvəlcədən bacısına verməmişdən qabaq bunun 32 qələmi olub. Bunun 7-dən 4 hissəsi. Çünki 7-dən 3-ün dostuna verib, 7-dən 4 hissəsi 32-dir də. Biz neyniyəcəyik? 32-ni böləcəyik 4-ə, vuracaq 7-yə ki, görək Nurayın cəmi neçə qələmi var. 32-ni 4-ə böləndə edəcək 8, 8-i də 7-yə vursaq edər 56. Yəni, ümumilikdə əvvəlcə də bunun 56 qələmi var imiş. Cavab B variantı olacaq. İndi isə keçirik 34 nömrəli sualın izahına. 34 nömrəli sualda bizə deyir ki, bir ədədi 5-ə böldükdə alına biləcəyi mümkün qalıqların hasilini tapın. Ədədi biz 5-ə bölsək, qalıqların hasili, yəni ala biləcəyimiz qalıqlar mütləq şəkildə 5-dən kiçik olan halıdır. Yəni, ola bilər 4, 3, 2 və 1. Biz bunları bir-birinə vursaq, 4-ü vursaq 3-ə edər 12, 12-ni 2-yə 24, 24 də 1-ə vuranda elə cavab 24, C variantı etmiş olacaq. İndi isə keçirik 35 nömrəli sualın izahına. Eyni gücə malik 6 dost birlikdə işləyərək bir binanı 8 günə rəngləyib qurtarırlar. İşə başladıqdan 4 gün sonra dostlardan 4-ü xəstələnir. Qalan dostlar binanın tam rəngləyib qurtarmaq üçün daha neçə gün işləməlidirlər. Biz baxırıq ki, eyni gücə malik 6 dost deyirsə və birlikdə işləyərək binanı 8 günə rəngləyirlər. Və işə başladıqdan 4 gün sonra, işə başlayandan 4 gün sonra, yəni 4 gün artıq işlər gedir və dostlardan 4-ü xəstələnir.
4'ü xəstələndiyi üçün biz artıq nə edəcəyik? Ümumilikdə 6 dost işləyir də, burada düzdürmü? Və 8 günə rəngləyir. Demək 6 dost bir binanı, baxırıq ki 6 dost 8 günə rəngləyir, düzdürmü? 6 dost 8 günə rəngləyir. Baxırıq ki, demək dostun biri günlük 6 vur 8, yəni 6 vurulsun 8, 8-də 1. Yəni 48-də 1, 48-də 1 iş görülür. Demək, ilk 4 gün 6 dost işləyibsə, biz burada nə edəcəyik? 6-nı vuracaq 4-ə, vuracaq 48-də 1-ə. 6 4-üm neçə eləyir? 24. Düzdür? 6 vuracaq 4, yəni 24, vurulsun 48-də 1-ə. 6 ilə 4, 24, 48 ilə 24 ixtisara gedir, qalır 2. Ya tapırıq ki, yəni bunlar xəstələnməmişdən öncə 2-də 1 iş görülür. Yəni binanın 2-də 1-i görülür. Yerdə qalır, elə bir ki, yarısı da, yəni tam bizə 2-də 2 olur və 2-dən 2-də 1 çıxanda yerdə qalır 2-də 1-i. Və dostlardan 4'ü xəstələnir. Demək, ümumi 6 dostuydu da. 6 dostdan həmin 4'ü çıxırıq. Yerdə qalır 2 dənə dost. Düzdür? Çünki 4'ü xəstələnir axı. Yerdə 2 dost qalır. Və 2 dost 2-ni vuracaq 48-də 1-ə. Ki, görək bu dostlar neçə günə bitirər bu işi. 48 ilə 2-ni burada ixtisara aparsaq, qalar yerdə neçə? Demək, 24-dən, daha doğrusu 2. 48-i 2-yə vuranda burada qalır 24. Sonra 24'də 1, daha doğrusu 24'də 1. 24'də 1 qalır. Yəni, qalan 2-də 1 binanı görmək üçün biz 2-də 1-i vuracaq 24'ə. 2-də 1-i də 24'ə vuranda, bax 2-də 1-i vuracaq 24'ə. 2-də 1-i 24'ə vuranda 24 ilə 2 ixtisara gedir. Yerdə qalır neçə? 12. Demək, bu dostlar 12 günə işin, yəni yerdə qalan, dostlar xəstələnəndən sonra yerdə qalan işi görmək üçün 12 gün istifadə olunmalıdır. Yəni 12 günə bütün evi, yəni binanı rəngləyib qurtara bilərlər. Sonra keçirik 36 nömrəli suala. 36 nömrəli sualda bizə deyir ki, su çəninin 3'dən 1 hissəsi doludur. Bu çənə 28 litr su əlavə edilərsə, yarısına qədər dolu olar. Bu çən neçə litr su tutur? Demək, uşaqlar, biz ən rahat şəkildə elə sxemdə görürük. 3'dən 1 hissəsi doludursa, 3'dən 2 hissəsi boşdur. Və biz çəni, bax, 3 dənə hissəyə bölürük. Elə bil, bax, bu 3 dənə hissədir. Və biz 28 litr, demək, bax, 28 litr su töksək çənə, çəndə yarıya qədər su olacaq. Demək, bunun yarısı, yəni bir hissənin yarısı 28 litrdir. Demək, bir hissəmiz 28'i vururuq 2'yə eləyir 56 hissədir. 56 litr su tutur. Biz də deyir, bu çən neçəli su? Biz 56'ın 3 hissəyə bölündüyü üçün 56'ın 3'ə vuranda tapırıq 168 litr su tutmuş olacaq. İndi isə keçirik digər suala, yəni 37 nömrəli suala. Bizə deyir ki, Bakı şəhəri ilə Saltlı rayon arasındakı məsafə 300 kilometrdir. Bu şəhərlərdən qarşı-qarşıya 2 avtomobil yola düşür və 2 saat sonra görüşürlər. Avtomobillərdən birinin sürəti saatda 70 kilometr olarsa, digərinin sürətini tapın. Baxırıq ki, bunlar 2 saat yol gedirlər. Biz ilk növbədə gedilən yolu, yəni 300 kilometri bölürük 2'yə. Cavab düşür 150 kilometr. Yəni, bunların ümumi sürətlərinin cəmi 150 olur. Birinin sürəti 70-dirsə, 150-dən həmin 70'i çıxsaq, qalar yerdə 80 kilometr. Digər avtomobilin də sürətini tapmış olarıq ki, cavab C variantı 80 kilometr. İndi isə keçirik digər sualını, yəni 38 nömrəli sualın izahına. 38 nömrəli sualda bizə deyir ki, açıq havada kino saat 20:30'da başladı və 1 saat 15 dəqiqə davam etdi. Kino saat neçədə bitdi? Biz uşaqlar burada nə edirik?
Saatın üzərinə saatı gəlirik. 20 nolun üzərinə 1 saat gəlir. Eləyir 21. 30 ilə də 15-i toplayır. Eləyir 45. Yəni 21:45-də kino bitmiş olacaq. Sonra isə keçirik digər 39 nömrəli suala. Verilmiş rəngli kvadratın tərəfinin uzunluğu 9, ağ kvadratın tərəfi isə 4 sm olsa, rəngli hissənin sahəsini tapın. Rəngli hissənin sahəsini tapmaq üçün biz birinci uşaqlar böyük kvadratın, sonra daxildəki kiçik kvadratın sahəsini tapmalıyıq. Böyük kvadratın sahəsini tapmaq üçün 9 santimetrdə 9-u 9-a vuranda bu eləyir 81 kvadrat santimetr. Kiçik kvadratın sahəsi isə tərəfi isə 4 santimetrdə, 4-ü də 4-ə vuracaq, edəcək 16 kvadrat santimetr. Və bizdən də bunların sahələri fərqini istəyir. Yəni rəngli hissənin sahəsini tapmaq üçün biz böyük kvadratdan kiçik kvadratın sahəsini çıxırıq ki, rəngli hissənin sahəsini tapaq. Cavab tapırıq 65 kvadrat santimetr olar. Cavab A variantı olacaq. İndi isə keçirik 40 nömrəli suala. 40 nömrəli sualda bizə deyir ki, verilmiş fiquru kuba tamamlamaq üçün neçə kub vahid lazımdır? Baxıram ki, kubun demək kub verib bizə. Biz kubun da görürük ki, bir hissəsində, kubun da bütün tərəflər bir-birinə bərabər olduğu üçün, bütün tilləri bir-birinə bərabər olduğu üçün biz burada görürük ki, 2, 3, 4, 5, 6 dənə. 6 dənə kub verilib, bir kuboidin kubun içində. 6-nı vururuq 6-ya, edir 36. 36-nı da 6-ya vuranda edir 216. Və 216-dan görürük ki, cəmi 6 dənə kub verilib bizə. Həmin 6-nı çıxsaq, yerdə qalır 210 kub. Demək, bizə B variantı 210 kub lazım olacaq tamamlamaq üçün. 41-ci suala baxırıq. Raul sıranın əvvəlində 11-ci, sonunda isə 18-ci şagirddə. Bu sırada ən çox neçə şagird var? Biz burada nə edirik? 18-dən baxırıq. Biz burada 18-in üzərinə 11-i gəlirik. Eləyir neçə? 29. Düzdür? Cavab edir 29 və 1-in çıxırıq hər zaman. Cavab eləyəcək 28. Ümumi şagird var burada. Cavab D variantı olacaq. İndi isə keçirik 42 nömrəli suala. 42 nömrəli sualda bizə nə deyir? Deyir, diaqramda saat 16 və 17:00-da maşının getdiyi yolun rəqəmləri hasilini tapın. Baxırıq ki, 16 və 17:00-da getdiyi yol, demək 16:00-da gedib 100 km saatda. 17:00-da saatda 200 km gedib. Biz də 100 ilə 200-ü toplayırıq. Edir nə qədər? 300. 300-ün də rəqəmləri hasili 0-a bərabər. Çünki tərkibində ədədin biri 0-dırsa, bunun hasili elə 0-a bərabər olacaq. Keçirik 43 nömrəli suala. Verilmiş fiqurun həcmi 450 kub santimetr olarsa, fiqurun hündürlüyünü müəyyən edin. Biz nə edirik? Hündürlüyü müəyyən etmək üçün eni uzunluğu enə vururuq. 9 5 eləyir 45. 450-ni, yəni verilən qiyməti biz 45-ə böləndə h hündürlüyü tapırıq. 450-ni 45-ə böləndə cavab düşür 10. Demək, bu kuboidin, yəni verilən fiqurun hündürlüyü 10 cm olacaq. İndi isə keçirik 44 nömrəli suala. Baba ilə əkiz nəvələrinin yaşını cəmi 75. Nəvələrdən birinin yaşı 5 olarsa, babanın 2 il sonraki yaşını tapın. Demək, əkiz nəvələrin yaşı, birinin yaşı 5-dir. Və əkiz nəvə deyirsə, biz burada 2 nəvədən söhbət gedir. İkisinin yaşı eləyəcək 10. Babanın yaşından, yəni 75-dən nəvələrin yaşını çıxsaq, qalacaq 65. Və babanın indiki yaşı 65-dir. 2 il sonra nə qədər olacaq? Üzərinə 2 gəlirik. Eləyir babanın yaşı 67. Yəni cavab, baxırıq babanın yaşı, cavab eləyəcək 67 C variantı. 67 C variantı. 45 nömrəli sualda bizə nə deyir? Deyir ki, abakda verilmiş ədədin açıq şəkildə düzgün yazılışını qeyd edin. Baxırıq minliklərə 4000 var. Baxırıq yüzlüklərə bir dənə yüzlüyü var. 4000 üzərinə 100 gəlir, onluğu yoxdur 0, təkliyi isə 5. Cavab elə A variantında görürük. 46 nömrəli sualda deyir. Hər birinin perimetri 16 cm olan 4 kvadrat yan-yana düzülər. Alınmış yeni fiqurun sahəsini tapın. Kvadratın bütün tərəfləri bir-birinə bərabər olsun. 16-nı 4-ə bölürük, bir tərəfi tapırıq 4. 4 dənə 4-ü toplayanda bu eləyir 16. Uzunluğu tapırıq 16. En elə olduğu kimi qalır 4. 16-nı da 4-ə vuranda edir neçə? 64 kvadrat santimetr.
İndi isə keçirik 47 nömrəli suala. Verib ki, verilmiş çevrənin radiusu 8 sm. Çevrənin daxilindəki üçbucağın perimetrini hesablayın. Baxırıq ki, bunun O nöqtəsinə qədər olan hissəsi 8 sm-dir. Uzunluğu olacaq nə qədər? 16 sm. Çünki diametrdir. Çevrəni 2 bərabər hissəyə bölən düz xətt parçası boyda bir xəttdir. Üçbucağın, yəni bir bərabər tərəfli üçbucağın bir tərəfi çevrənin diametrinə bərabərdir. Radius 8-dir, diametr 16-dır. Və bu hissələr də bərabər tərəfli üçbucaq olduğu üçün, bu biri hissələr də 16 olduğu üçün 16-nı 3-ə vuranda cavab eləyəcək 48 sm. Yəni tərəfləri bərabərdir. 48-ci suala baxırıq. Sinifdə x sayda oğlan, y sayda qız var. Yəni x sayda oğlan, y sayda qız var. Və müəllim onların hərəsinə 8 dənə şar verərsə, x plus y vurulsun 8 ifadəsi ilə ifadə olunacaq. Cavab B variantıdır. 49 nömrəli sualda deyir ki, bizə günün 3-dən 2 hissəsi neçə dəqiqədir? Bir günümüz 24 saatdır. Bir günümüz 24 saatdırsa, 24'ü bizdən dəqiqə ilə istəyir. Biz demək 24 saatı dəqiqəyə çevirməliyik. 24 saatı da dəqiqəyə çevirmək üçün biz 24'ü nə etməliyik? 60'a vurmalıyıq. Çünki bir saatımız 60 dəqiqədir. 24'ü də 60'a vuranda edir 1440 dəqiqə. 1440'ın da 3'dən 2 hissəsi, yəni 3'ə bölüb 2'yə vurmalıyıq. 1440'ı 3'ə bölsək, cavab düşür 480. 480'də 2'yə vursaq eləyər 960 dəqiqə. Cavab C variantı 960 dəqiqə. Yəni 3'ə böləcəyik, vuracaq 2'yə, cavab eləyəcək 960 dəqiqə. 50 nömrəli suala baxırıq. 50 nömrəli sualda bizə deyir ki, tənliyi həll edin. Baxırıq tənliyə. Demək, tənlikdə bizə verilib ki, x bölünsün 8 bərabər 32. Çox şagird burada götürür 32'ni tez 8'ə bölüb 4 yazır. Yox. Burada hansısa ədədi 8'ə bölüb 32 almışıq. Demək, burada 32'ni 8'ə vurmalıyıq ki, x-in qiymətini tapmalıyıq. 32'ni də 8'ə vuranda cavab eləyəcək 256. Sonra 51-ci suala baxırıq. 51-ci sualda deyir ki, verilmiş şəkildə AVZ bucağını neçə dərəcəli bucaqdır? Baxırıq ki, bucaq bizə verib 90 dərəcəli düz bucaq verib. Verilən bucaq 21 dərəcədirsə, yerdə qalan bucağı istəyirsə 90-dan 21 çıxanda yerdə qalacaq cavab 69 dərəcə. Sonra bizdə 52-ci sualda deyir ki, bir hasarın sahəsi 20 kvadrat santimetrdir. 1 kvadrat santimetr sahəyə isə 2 kafel sərf olunur. Bir kafelin qiyməti 2 manat olarsa, hasarın üzlənməsi üçün neçə manat pul lazımdır? Biz 20'ni 2'yə vururuq ki, görək ümumi neçə dənə kafel sərf olunar, eləyir 40. 40'ın da 2'yə vurur, çünki hər birisi 2 manatdır. Bu da eləyir 80 manat. Cavab eləyir A variantı 80 manat. 53-cü suala baxırıq. Demək, şəkildə verilmiş böyük kisədə 80 kiloqram, ikinci kisədə 60, üçüncü kisədə 40 kiloqram olsa, balaca kisədə neçə kiloqram heyva olar? Demək, böyükdə 80'dir, ikinci kisədə 60, üçüncü kisədə 40. Görürük, 20 vahid azalır. Demək, ən kiçik kisədə olacaq neçə kiloqram? 20 kiloqram olmuş olacaq. Çünki 20 vahid azalır. Sonra baxırıq digər 54 nömrəli suala. Şəklə əsasən palıd və fıstıq ağaclarının ümumi sayını tapın. Bax, bir ağac 15 deməkdir. Palıdla fıstığın sayına baxırıq. Bizdən də palıdla fıstığı istəyir. 2, 4, 6, 8, 10, 12, 13. Biz 13'ü 15'ə vursaq, 13'ü vursaq 15'ə, palıdla fıstığın sayını tapmış olarıq. 13'ü biz 15'ə vursaq, cavab eləyər 100, demək 13'ü vursaq, tez 15'ə vursaq, cavab eləyər 195 D variantı etmiş olar. Sonra bizə 55 nömrəli sualda deyir, 3 ədəd səbətdə bərabər sayda cəmi 36 nar var. Bütün narın qiyməti 72 manat olarsa, bir səbət narın qiyməti neçə manatdır? Demək, 3 ədəd səbətdə bərabər sayda cəmi 36 nar varsa, demək, bir səbətdə 12 nar var. Bütün narın qiyməti 72 manatsa, biz 36'dan 72'ni 36'ya bölməliyik ki, yəni 72'ni biz bölməliyik 36'ya bölməliyik ki, görək bir dənə narın qiyməti nə qədərlir? 2 manat. Bizdən də bir səbətdəki narın qiymətini istədiyi üçün, bir səbətdə 12 nar var idi. 12'ni 2'yə vursaq, cavab eləyər 24 manat. Cavab A variantı 24 manat. Sonra keçirik
6 nömrəli sualı. 56 nömrəli sualda deyir ki, həlli tələb olunmayan açıq sualdır. Həlli tələb olunmayan açıq sual o deməkdir ki, yəni sizdə buradan heç bir həll tələb olunmayacaq. Yalnız və yalnız açıq şəkildə, yazılı şəkildə yazmaq tələb olunacaq. Açıq şəkildə yazmaq tələb olunacaqsa sizdən, demək bizə nə deyir? Deyir, dəyişməyən xərclərin cəmini tapın. Dəyişməyən xərclər hansılardır? 96, 96, 96, 96. 4 dənə 96-nı toplayacaq. Neçə eləyəcək? 4 6 eləyər 24. 4 yazırıq. 2 yadda 4 9 36, 2 yadda 38. Cəmi 384 manat dəyişməyən xərcimiz olacaq. İndi isə keçirik 57 nömrəli sualın izahına. 57 nömrəli sualda deyir ki, həlli tələb olunmayan açıq sualdır bu da. Hansı günlər eyni sayda şirələr satılmışdır? Baxırıq ki, hansı günlər? Burada baxsaq, bax, diqqətlə baxırsınız. İndi qələmlə işarə qoyacağım. Bax, cümə axşamıdır, bir də cümədir. Hər ikisində 40 kiloqram satılıb. Demək, aşağıda yazacaqsınız cümə axşamı və cümə günü eyni sayda şirə satılmışdır. Sonra gəlirik 58 nömrəli suala. Nağıl kitabı ilə roman kitabının sayları fərqini tapın. Bizdə nağıl kitabları ilə roman kitablarının sayları fərqin. Biz baxırıq ki, nağıl kitabları 40 dənədir. Roman kitabları isə 30 dənədir. Burada 40-dan 30-u çıxacaq ki, görək aralarındakı fərq nə qədərdir? Tapacaq ki, 10 kitab. Sonra demək, 59 nömrəli suala baxırıq. Deyir ki, bu həlli tələb olunan açıq sualdır. Deyir ki, 3 kiloqram kələm, 2 kiloqram pomidor alan alıcı nə qədər pul ödəməlidir? 3 kiloqram kələm alan, kələmin qiyməti neçəyədir? 1 manat 20 qəpik. 3 kiloqram kələm alan, 3-ü vuracaqsınız 1 manat 20 qəpiyə, eləyəcək 3 manat 60 qəpik. Üzərinə gələcəksiniz. Sonra bizə nə istəyir? 2 kiloqram pomidor. 2 manat 30 qəpiyə də pomidordur. 2 manat 30 qəpiyi 2-yə vuracaqsınız. Eləyəcək 4 manat 60 qəpik. 4 manat 60